Hörmətli izləyicilər, Şamaxı rayonundan sizi salamlayıram. Şamaxı rayonunun Yenikənd kəndindəyik. Şirvanın kəndləri silsiləsindən bir Yenikənd kəndinə gəlmişik. Əlbəttə ilə ilk təəssürat aydındır. Yenikənd kəndidirsə, bunun adı niyə belə olsun, yəni belə çıxacaq ki, çox yeni bir kənddir. Yox, burada qədim həmsöhbətimiz də qeyd elədi. Burada bir qədər deməli qərb tərəfdə böyük bir deməli üzümlüklər salınarkən vaxtı ilə küplər çıxıb, qəbirlər çıxıb yerin altından qədim bir yaşayış məntəqəsidir. Amma Sovet dövründə bu kəndin adını deməli Yenikənd qoyublar. Halbuki bu deməli qədim yaşayış yeri olmaqdan əlavə həm də spesifik bir cəmaət olan Bağırı cəmaətinin 19-cu əsrin sonlarında gəlib məskunlaşdığı, heyvandarlıqla, tərəkəməçiliklə məşğul olduğu bir ərazidir və ondan sonra 1959-cu ildə yenə gələn olub bura Bağırıdan. Bütün bu hekayəti sizə həmsöhbətimlə danışacağım. Bundan qabaq ricam odur ki, siz bizim kanala abunə olun, bəyənin, like qoyun xoşunuza gələrsə və əlbəttə paylaşın. Yenikənd adlanan kəndin nümayəndəsi ticarət sahəsində uzun illər çalışmış. Dediyinə görə bu kənddə, yəni Yenikənd kəndinin ilk ali təhsilli deməli şəxsi olan Asəf Mustafayevdir. Xoş gördük Asəf müəllim. Sizin həyətdəyik. Gəlin bu Yenikənd kəndindən başlayaq. Nə deməkdir bu Yenikənd kəndi? Niyə bu adı qoyulub bu kəndin adına? Birinci müəllim, xoş gəlmisiniz. Təşəkkür edirəm ki, bizləri yad eləyib, kəndi necə deyərlər, yad eləyib, kəndlə maraqlanıb, tarixi ilə maraqlanıb, gəlib bizi ilə söhbət eləyirsiniz. Xoş gəlmisiniz. Təşəkkür edirəm. Kəndin tarixi belədir ki, bura əvvəllər atamın danışdığına görə, söhbət elədiyinə görə boş ərazi olub. Göylər kəndi hardasa bizdən 500 metrə sağ tərəfdə yerləşir. Buralar bomboş ərazi olub. Bəli. Babalarım da çöl zonasında vahşi, çöl bağırı deyilən ərazidə yaşayıblar. Bunların bir qədər təsərrüfatlarında xırda buynuzlu, iri buynuzlu heyvanlar olub. Neyək, harada saxlayaq, nətər fikirləşiblər, 4 qardaş köçüblər bura. Bu neçənci ildə, neçənci əsrdə olub? Yəni buranın bünövrəsi nə vaxt qoyulub deyə bir tarixə baxaq. Mən təxmini deyə bilirəm ki, müəllim 1890-1900-cü illəri əhatə eləyir. Çünki 37-ci ildə atamın əmsi 37-nin qurbanı olub. Onlar da o vaxta qədər Sovetə qədər onlar bəy titulu alıb Çar Rusiyası tərəfindən. O imkanlaşandan sonra, adlı sanlı olandan sonra hörmətli adamlardan biri olub, 4 qardaşın böyüyü. 4 qardaş bunlar deməli ailəni idarə eləmək üçün 4 hissəyə bölüblər. Yox, bu qardaşların adları nədir? Bax, çöl bağırıdan köçüb gələn, bu Yenikənd adlanan əraziyə köçüb gələn, indi biz bəylər demişik bu əraziyə bəzən, nə bilim, Mustafa bəyli deyilib. Siz deyin görək, o qardaşların adları nə olub və bu kəndin ümumiyyətlə adı olmub, demirəm, boş ərazi olub. Bəli. Bunlar gələndən sonra Mustafa kişi böyük qardaşları, Surxay bəy mənim babamdır, Məhəmməd bəy da sonradan bunlara bəy adı titulu verilib də, qardaşına görə yaxın bunlar da ağa kişi, 4 qardaş. Mustafa kişi, Məhəmməd kişi, Surxay kişi, ağa kişi. Bunlar öz təsərrüfatlarını götürüb gəliblər bura. Burada məskunlaşıblar. Hardasa yadıma gəlir, mən orada hardasa 8-ci sinifə qədər o evdə yaşamışıq. 2 qardaşın deməli sonradan tikiblər də, yəqin imkanlaşandan sonra bunların
80, 70, 150 nə qədər heyvan olubsa, sonradan bunlar yavaş-yavaş təsərrüfatı artırıblar. Gəlib təsərrüfat xırda buynuzu çıxıb 1000 baş qoyuna çıxıb. 100 baş atlar olub, 100-200 baş iri buynuzu Bəli. heyvanlar olub. Bunu görən məsələn Çar Rusiyası bunlar burada heyvan saxladığına görə Çar Rusiyası bu torpaqlar da vaxtı ilə yağın Çar Rusiyasının nəzarəti altında olub da Azərbaycanın bəzi hissələr, bəyli hissələri. Bunlar rayonda bilmirəm hardasa o adlı sanlı adamları yığırlarmış ad verməyə də Bəy adı, titulun vermək. Titul adı verməyə. Onda da bu Mustafa bəyə öyrəniblər, bunun tərcümeyi halın zadını soruşublar. O Çar Rusiyasının nümayəndəsi, Nikolayın nümayəndəsi buna kişiyə deyib ki, bugündən sənin bəy titulu verildisə, bəy adı verildi. Ondan sonra burada bunlar hardasa evimiz müəllim 40 metrə uzunluğundaydı o ev. Siz görmüşdünüz o evi? Orada mən 8-ci sinifə qədər yaşamışam. 4 qardaş hamısı burada yaşayırdı. Hə. O ağsaqqalları görməmişəm. Babaları mən görməmişəm. 37-də indi o deyəcəm sizə nətər olub. Ondan sonra 37-dən sonra bəy o belə deyək də müəllim, bunlar bəy adı alandan sonra bu qədər adlı sanlı olub, bunların özünün təsərrüfatı olub. Ondan at arabası, öküz arabası, sonra o kaçaqar deyirlər, nə deyirlər o araba işin zat düzəltməyə də. Aha, bəli. Bax, onlar olub. Şamaxda bir kişi vardı, o mənə söhbət eləyib, biz orada, atam deyir, orada dəmirçi işləyib. O Mustafa bəyin zadında. Yəni ki, Azad kişi, Atoz işləyib orada, dəmirçi, ya kim? Mustafa kişinin oğlu. Mustafa kişinin oğlu olub. Surxay bəyin oğlu da. Hə, Surxay bəy. Atam gil 7-8 qardaş bacı olublar. Hamısı dünyasını dəyişib. Bir atam qalıb. Atam da anadan olanda gedib deyiblər ki, Surxay bəy gözün aydın oğlun oldu. Deyib ki, nəyimə lazımdır? O arvadlar demişlər də, təndir başı kəsən də. Yəni ki, mən yaşlı adamam. Bəli. Bu da mən o yetişincə, mən 7 yaşında atam yetim qalıb. Bu 18-20-ci ilə qədər o babalarımın fəaliyyəti olub. 20-ci ildə də burada Azərbaycan özünün Məmməd Əmin Rəsulzadənin adı ilə dövlət quruldu axı. Cumhuriyyət quruldu 2 illik, bəli, 18-20. Ondan sonra Sovetləşmə gəldi. Sovetləşmə də gələndən sonra bunların fəaliyyəti dayandı. 30 neçənci ildə bilmirəm, bunların bütün varın, yoxun, əmlakın alıb özləri də könüllü olaraq veriblər kolxoza. Burada da 5-6 ev idi. O Dadaş kişi olub kolxoz sədri, Əlbaba kişi olub ambardar, ata kişi olub ferma müdiri, nə. Bizim də kişinin adını 17 yaşında atamı heç qulaq eləyiblər də, bizim nəsli qulaq eləyiblər. 17 yaşı olmamış atamı əskər aparıblar. Müharibəyə. Müharibəyə, 41-45-ci ilin müharibəsində iştirak eləyib atam. Yəni Allah saxlayıb, dünyasını dəyişməyib, şəhid olmayıb, orada da kəmsavat olub gəlib. Orada general dedi ki, oğul get pensiya yazdırılıbsa, get pensiya. Gəlib pensiyada çıxmıb. Asaf müəllim, mən bir şey bilmək istəyirəm. Hələ bir çöl bağırı da, indi biz bilirik də, çöl bağırı var, dağda Yenikənd deyilən bəylər, yaxud da Mustafa bəyli kəndi var indi. Bir də dağ bağırı var. Bu üçü eyni cəmaatdır da, yəni. Düz deyirəm. Nəsil bəli. Oradan ayrılmadı hamısı. İndi mən sizdən soruşmaq istəyirəm. Bəs sizin çöl bağırıdakı nəsliniz kim idi? Bax, onlar kimdir? Bilirsiniz onları, tanıyırsınız onları. Vallahi tanıdığım var, adları. Bilirsən, orada müəllim, o kənd çöl bağırı siz də hardasa öyrənə bilərsiniz. 2 hissə ayrılıblar. Göylər demirlər ki,
təbəhlər yoxdur göylərdə, Bəli. 5-6 təbəh. Bəli. Hə. Orada da 3 övlad, 4 övlad olub. Bizim nəsil 4 övlad olub. Bu nəsil 3 övlad olub. Hardasa 59, 58, 60-cı illərdə orada böyük hadisə olub. Nə hadisədir o? Orada bilmirəm heyvan oğurluğu olub, nə olub deyə bilmirəm. Dəqiq yadımda idi, yadımdan çıxıb. Sonra bu nəsil arasında dava düşüb. Orada da təmiz bir kənar adam, yetim bir adam. Bu 4 övlad bir tərəfdən, 3 övlad bir tərəfdən. 4 övlad, 3 övlad yuxarı hissə idi kəndin. 3 övlad yox, 3 övlad yuxarı hissə idi, 4 övlad aşağı hissə idi. Bunların adlarıdır. 3 övlad, 4 övlad nəsli də. Nəsil, hə, nəsil də. Təbəhin adı. Hə, nəslin adını mən dəqiq yaxşı bilmirəm. Hə, ancaq təbəhli zatın bilirəm ki, nədir? 3 övlad, 4 övlad olub. O 3 övladdan, 4 övladdan kimsə bir nəfər durub bunların üstünə gedib. Bəli. Tək danaha. Onu orada deyiblər, ay sən kişi deyilsən, sən belə filan bəhmən. Bu da nətər deyim, həyəcanlanıb, qəhərlənib, neyinimsə, ağacından gedib yuxarı, gedəndə Vurublar. güllə ilə vurublar. Vurandan sonra orada Bu neçənci illərdə olub təxmin? 50-ci illərdə, hə? 50, 49, 50-ci illərə əhatə eləyir. Yox, bunun tüfəngi olub deməli. Gülləsi olub. Bunların qoşallı tüfəngi Doğanda bütün evlərdə var idi da. Qoşallı ilə, təyirlərlə deyə bilmərəm, vurublar oğlanı. Orada hadisə olandan sonra bunlar məcburiyyətlə kənd oradan köçdü. Burada Həmdalı kişi var idi. O əvvəlcədən burada o öz yerlərinə qarolçu kimi Həmdullahın Əl-Musanın atası, bilməm tanırsan, tanımırsın. Onların atası burada yaşayırdı. Ona görə də o cəmaatın 3 övlad köçdülər bura. 59-cu ildə köçdülər bura. Yenikənd kəndi o vaxtı bəylik dövründə bu kəndin adı olmub. Bu kənd o ki, babam ki, atamın ki, əmsi Mustafa bəy adalandan sonra bu kəndin adı olub Mustafa bəyli. Bəli. Mustafa bəyli. Sovetləşmə ki gələndən sonra 20-ci illərdən sonra kolxoz yaranan sonra bu kəndə Yeni kənd adı verilib. Bax Yeni kənd bax belədir. Bu kəndin də gəlməsi, bu bağırın, dağ bağırı gəlməyi 59-cu illi əhatə eləyir. O çöl bağırı da 150 il, 200 il, 300 il tarixi vardı o çölün. Siz babanızın dediniz, deyəsən ki, hacı olub, qəribə də bir ad dediniz. Hə? Belə bir şey var, haca gedib, yəni Bağırlıdan o dövrdə. O babamın atasının adıdır. Hac Surxayın Şərgah. Şərgah. Hac Şərgah. Surxayın atasının adı, eləmi? Hac Şərgah, Surxayın Məhəmmədin, Mustafa kişinin, ondan sonra bunların atası olub. O çöldə yaşayıb onlar. Bu cavan vaxtı gəliblər də bunlar. İndi bura onlar gələndə bax o illəri mən atamdan soruşmamışam açığı. Sonra amma onlar dava ilə gəlməyiblər də. Yox, onlar babam gil demirəm təsərrüfatı olub, saxlamaq üçün bu ərazi boş olduğuna görə buranın Çar Rusiyası gəlib sonradan ona heyvanın saxlamağına görə bəy tutulu alınandan sonra ona 300 hektar yer veriblər. Çöl zonası deyilir, güdə yəmbərə, eşitərsiniz. Qışdaq veriblər orada. Qışdaq, orada qışdaqdır. Harada orada 200 hektara desən orada 100 hektara deyəm, 80 hektara tam buradadır. Amma belə olub, kəndin adının alınması belə olub. Yenikənd kəndi belə yaranıb Sovet vaxtı. Bəs 37-ci ildə repressiyalar necə olub? Yəni onun bir hekayəti var ki, gəldilər, tutdular, nə bilim apardılar. Bilirsən, 37-də siz özünüz bilirsiniz ki, hardasa deyilənə 29 mindən çox adam 37-nin qurbanı olub. Mikail Müşfiq, Hüseyin Cavid, yüzlərlə, minlərlə adam yadımdan çıxıb onların adları. Göylərdən də olub bir neçə nəfər. Göylərdən. O Mustafa bəy tutulanda 37-də buradan gedib O qardaşlardan üzr istəyirəm, bir nəfər tutulub. 4 qardaşdan. Əsas bəy bu olduğuna görə inimini də buradan veriblər də, adım veriblər onların. Təklə kəndi var. Təklə kəndindən nə qədər adam çoban atan orada həbs eləyiblər 37-də.
Amma belə olub. 37-də Mustafa bəy gedəndə atam deyir ki, axşam tərəfi idi. Böyük hardasa evimizin də böyründə bir 80 metr uzunluğunda tövlə var idi. Evə yaxın idi o tövlə. Ha, evə yaxın idi. Hayır ki, gözümün qabağındadır müəllim bir saat o şəkillər. Yonma daşdan idi. Daşdan tikilmişdi. Daşdan. Deməli, hardasa 10 metrə eni idi içi. Bəli. 70 metrə uzunluğu. Birinci mərtəbə tikilmişdi, ikinci mərtəbədə tikiləcəkdi, ikinci mərtəbə yaşayışı olacaqdı. Aha. Birinci mərtəbədə heyvan saxlanacaqdı. Orada onun qulluqçuları olub, nökərləri olub da Mustafa bəyin. Orada onlar xidmət zad eləmək üçün heyvana baxın adamları olub da onların da. Mən bir şeylər bu tərəkəmələrdən, yəni heyvandarlıqla məşğul olan adamlar eşitmişəm. Məsələn, lap belə Qarabağ zonasından mənə danışıblar. Məsələn, adamların evləri ilə, yaşayış evləri ilə. Tövlə bəzən lap belə deyək, nazik bir divar olurdu, bəzən olmurdu istilik eləmək üçün. Yəni insanlar, o heyvandarla məşğul olan insanlar heyvanla sanki belə Yox, çox yaxın. Təxmini mən o deyim də sizə. Bax, Çünki birinci bu mərtəbə evimiz idi, bizim. Bax bu ev. Baba burada da tövlə idi. Bax bura. Arada açsa yol var idi. Düz 70 metrə uzunluğu. Onu deməli atam bunlar kolxoz olanda atam da yetim o əskərdən gələn sonra götürüb bunun adını yazırlar. Təftiş komissiyasının sədri. Təftiş orada Göylərdə də zad kişinin adı nə idi? Yadından çıxıb. O da təftişin sədri. Təftişin əlində nə var ki? Heç. Bu açqı sənindir da. Mən manətər nəzarət eləyirəm ki, sən bu açqını necə qoymaqsan, necə güya mən təftişin sədri güya nəzarət eləyim. 5-6 da heyvan ölüb, götürüb akt yazıblar. Qəsdən. Mustafa bəy adına. O kolxoz Azad kişinin adına. Azad kişinin adına. Hə, müəllim, onlar deməli kolxoz 56-da deyəsən, 53-də Stalin ölüb, 56-da bu kolxoz Göylər, Yenikənd kolxozu qatılıb Göylər kolxozuna. 56-ya qədər ayrı idi. 56-ya qədər ayrı kolxoz olub bura. Hə, özün adı nə olub görəsən kolxozun? Xatırlamırsınız? Onu bilmirəm. Hə, onu bilmirəm. O təsərrüfata da verilən babalarımın heyvanları olub. Hamısı. At zatları, adı, furğunları, onlar öküz furğunları, arabaları, hamısı kolxoza getib da. Sonra o demirəm ki, zat kömrü zat eləyən nə deyirlər onun adına? Nalbənd var, nə bilim. Hə, bax o da keçib kolxozun hesabına. Sonra o bizim daşdan orada idarə tikilmişdi. Babalarımın daşından, o da kolxoz, Göylər kolxozu sökdə var. O 70 metrə töyləni deməli atamın ayağına deptor yaz. Məhkəməyə veriblər atamın, deptor yazılıb atamın ayağına. Pul kəsiblər də nə qədər? Cərimə yazıblar. Deməli kolxoz sədri qalıb bir anda, ferma müdiri qalıb bir anda, buxalter qalıb bir anda, təftişin sədri yetim oğlana bəy nəsli olduğuna görə bunu nətər deyim da belə acıqla da o Rus söz çıxmasın, naroşni. İndi ki, mən yadımdadır, mən 8-9 sinifə oxuyana qədər atam deputat pul verirdi kolxoza. Sonra orada kolxoz sədr olub Ləzgi. Şəfiyev. Ay yaşa. O atama deyib ki, bala, çox yaxşı adamdır. Atamın söhbətini deyir, yaxşı adamdır. Göylərin də xatirəsində o şey adam, dürüst adam kimi. Düzgün adam olub o. Göylər cəmaatda mən neçə illər orada oxumuşam işlər. Çox, nətər deyim, müasir cəmaatdır. Dünya görüşü böyük olan cəmaatdır. Ondan, kənardan gələn insanlara hörmət eləyən cəmaatdır. Bəli. Nəsrullah, adı yadıma düşdü. Nəsrullah Şəfiyev. Çox hörmətlə xatırlanır. Həmin kişi çölgöylərə bulaq çəkdirib 54-55-ci. Bulağı da o çəkdirib. Sonra atama deyib ki, Azad ki, sən işləyən adamsan, düz adamsan. Böyük hörməti olub kətdə atamın. İndi hayıb ki, onun taytuşları dünyasını dəyişib. Bir dənə mən atamın adından, bir adamdan bir nətər belə keyfə deyən söz eşitməmişəm. Hamı təriflə danışıb vicdan haqq. Atam olduğuna görə təriflənmirəm. Hayıb ki, o yaşlı adamlar hamısı dünyasını dəyişirlər. Təhsil almamışdı da Azad Şahtov. Təhsil yoxdur, ali, orta. Yox, 7-ci sinifə qədər oxuyub. O vaxtı
demirəm yetim uşaq olub, əmi tutulub. O əmsinin tutulmağından da istəyirsiniz bir Bəli, əlbəttə, danışım. danışın. Deyir, dayanmışdım, deyir, onda 13 yaşım var idi, deyir, atam söhbət eləyir. Mustafa babam deyir, əmim deyir, başımı belə tumarlaya, deyir ki, qardaş oğlu, mən gedirəm. Və bilib da o ki, o həbs olunacaq. Mən gedirəm, 4 qızı olub deyəsən, 5 qızı Mustafa bəy, oğlu olub. Oğlu olub, elə kiçik başda dünyasını dəyişib, kiçik yaşında. Qızları sənə tapşırıram. Ondan başqa da çox olanlar olub. Ancaq deyir, babam deyir, əmim deyir, məni çox istəyirdi. Deyib, sən zirək oğlansan, zirək olacaqsan. Başımı deyir, tumarlaya dedi. Evin də arxasında deyir, samanlıq var idi. Heyvanzat saxlayırdı. Bu vaxtı deyir, işıqlar yanırdı. İşıq ya yox idi, onda lampa idi. 2 dənə deyir, göylər tərəfdən deyir, torpaq yolu idi o vaxt. 2 işıq gəldi. Hə, müəllim, deyir, əmin başımı tumarladı, dedi, oğul, o işığı, 2 dənə işıq gəlir, görürsən, o nə işığıdır. Dedim, deyir ki, hə, görürəm, maşındır, deyir, əmi o. Dedi, hə, o maşın, o vaxtda da palturuxa maşınları idi da, belə, dedim, deyir ki, dedi, o mənə aparmağa gəlir. Deyir, pis oldum, deyir məndə ki, əmin niyəsə aparırlar, bəs belə, deyir, aparırlar da, daha mənə deyir, xırdalamadı, niyə aparırlar. Dedim, deyir, əmi, bəs sən yaxı başqa yerə də gedə bilərdin, gizlənə bilərdin, filan bəhmən. Deyir, yaxşı, bəs siz nətər olardı sonra, ailəyə incidərdilər. O gedən, deyir, əmim, deyir, getdi, deyir. Hasan müəllim, onun sonraki taleyi haqda var məlumat, edam eləyiblər. Bilə bilmədim, müəllim. Bir, onu deyim ki, sizə, müəllim, mən haradasa 6-7-ci sinifdə oxuyurdum. Boğazımdan Haqqı doktor vardı. Bəli. Boğazımdan anginanı əməliyyat eləmişdi. O köynə xəstəxanada böyük palatı idi. Orada haradasa 5-6 adam var idi. Bir dənə də hündürboy kişi var idi. Böyük hündür adam idi. O arada gəzə-gəzə söhbət eləyirdi ki, deyirdi 37-də məni həbs eləmişdilər. Bəli. 37-də dedi, Bağırlı bəylərindən Mustafa bəy idi. Qəşətdən Aşıq Bilalı idi. Ağdərədən də Şıx Nüsrət idi. Şıx Nüsrət bilirəm mən, ancaq deyirlər başqa adam olub. Göylərdən də bilmirəm kim olub. Bizi deyir, həbs elədilər, düz Sibirə göndəriblər bunları. Oradan, o kişi oradan 5-6 aya qaça-qaça gəlib çıxıb Azərbaycana. O kişi özü danışırdı ki, mən qaçdım, gəldim. Xəstəxanadakı danışan kişi. Xəstəxanada danışan. Onun oğlu da sonralardan görürdüm mən, yaşlaşandan sonra, Şamaxıya gedib gələndən sonra, institutda işləyəndə zatda görürdüm, monteur idi. O atasının yanına gələndə görmüşdüm. Daim mən bir oy dedim ki, o Mustafa bəy dedim, mənim babam olub. Kişi də əgilli belə alnımdan öpdü, dedi, bala, o kişi başqa adam idi, dedi. Deyir, o dedim ki, gəl Mustafa bəy, gəl gedək. Dedi, yox, o kişili deyil. Öləcəm, qalacam. Talihim deməli buraya qədərmiş. Hasan müəllim, bunlar bu 4 qardaş bir yerdə yaşayıblar, bir həyətdə, yoxsa ayrı-ayrı, uzaqda, yaxında? Yox, demirəm müəllim. Daha 40 metrə uzunluğunda idi, 10 metrədə 2 qardaş idi. Bizi ilə Nurigil'in atası Ağa kişinin evi bir idi. Deməli, arada divardı da, bir balxına onlar çıxırdı, bir balxına bizim ailə çıxırdı. O biri tərəfdə Mustafa bəylə Məhəmməd bəyin ailəsidir. Arada bir divar kimi idi. Bütöv, hamı o həyətdə yaşayırdı orada. Demirəm, 8-ci, 7-8-ci sinifə qədər mən orada yaşadım. Ondan sonra atamla o Nurigil söktülər evi. Ən başda qoşa kəllə otaq deyək də, bir kəllə otaq o tərəfdən idi, biri bu tərəfdən. Bax, belə ev idi. Ortada bizim ev idi, ortada Məhəmməd kişinin, Şövkət var, onun oğlu, onların evi idi.
İki dənə o həyətdə 2 dənə tut ağacı var idi. Bir o görmüşdüm, bir o töylərini görmüşdüm. Bir də evin arxasında böyük samanlıqlar var idi. Bax onları görmüşdüm. Bunlar bir arvadlıydılar, üzr istəyirəm. Yəni bəzən görsən bəydi, ondan sonra imkanlı olan insanlar müsəlman olaraq onu deyim də sizə. Bir neçə dəfə evlənə bilirlər. Deyəsən Mustafa bəyin birinci ailəsi dünyasını dəyişib. Ondan bir oğlu yox, bir qızı qalıb. Çöl bağırıya ərə getmişdi. Şahbaba müəllim var, demək, onun anasıdır. Şamaxıda olurlar indi. Sonra çox gözəl bir qadın idi. Hər buradan keçəndə gəlib mənim uşaqlarıma dəyməsəydi, elə hesab elə ki, atamın doğma bacısı idi o. Əmsi o qızı olmağına baxmayaraq, atam tək idi də, heç qardaş bacısı yox idi. O elə bil ki, doğma bacısı idi. Bunlar mehriban yaşayıblar da. Çox mehriban idi. Heç bir vaxtda indi çox Bağırda olur görsən ki. İndi onların əvvəli yaşayışı mən bilmirəm. Bu Bağırı cəmaatı ən çox bu həndəvərdə, bu ətrafda hansı kəndlə münasibəti yaxşı tutur, ondan sonra qomluq əlaqələr daha çox var. Belə bir şey. Bu Bağırını deyirsən? Hə, sizcə daxil olmaqla, Yenikənd siz. Bu kənd ümumiyyətlə bu kənd mən gözüm açandan göylərlə bir yerdə olub. Təsərrüfatı, kənd soveti, yəni icra nümayəndəliyi, indi bələdiyyə də göylərdən olub. Ondan kolxoz göylərlə qarşı, bax bu balaca kənd olduğuna görə. Sonra bunlar dağa köçəndən sonra bu ərazini də verdilər Göylər kolxozuna. Bunlar da göylərlə kolxoz oldular. Bəylər var idi, savxoza ekonomist işlədi. Ondan 3-4 nəfər üzüm bağlar salındı burada. Bunlardan da bir qədir zat göylərlə, yəni bir yerdə işlədi. Göylər savxozu ilə. İngilis adına kolxoz savxoz idi, onlarla işlədi. Söhbətdə dediniz ki, bu kənddən, yeni kənddən, balaca kənddə nə fərqi var ki? İlk oxuyan siz oldunuz, ali təhsil alan. Yox, buradan da mən Durabəy oxudu, ali təhsil aldı. Birinci siz oldunuz. Birinci Durabəy girdin usta. Zaten axşam institutuna girdi, Politexnik usta. Sonra mən imtahan verdim, AFİD'də konkursa düşdüm. Xalq təsərrüfatında da. Sonra getdim əskəriyə, gələndən sonra 71-ci ildə qəbul oldum Xalq Təsərrüfatının institutuna. Bu kənddə məscid var. Məscid burada yoxdur. Dağ bağrıda cəmaət özü tikdi. Təzə. Tikilib. Var dağ bağrıda var məscid. Hasan müəllim, bu Bağırı cəmaatının əsas məşğuliyyəti heyvandarlıq olub. Heyvandarlıq, bir də ki, üzümçülük idi, Sovet vaxtı. Amma ticarətə də həmişə maraqlı olur. Nəsə alver eləsinlər, aparsınlar, gətirsinlər. Bağırı, çöl bağırı, dağ bağırı, hamısı cavanlar, iş yox, güc yox, hamısı alverləndir. O 2 mərtəbə binaları, zatları hamısı çox köçdü getdi bu de. Zaten Müşfiqir ətrafında Atyalı deyirlər. Ora köçdü. Cavanlar yoxdur, hamısı köçdü getdi. Alverlə məşğuldur cavanlar. Bir sualım da var, ondan yekunlaşdıraq. Bu kəndlər boşalır yavaş-yavaş, hə? Belə çıxır ki. Müəllim, böyük dərddir o. Bax, bizim bu balaca kənddə 3-4 ailə qaldı. Mən nəsə, məsələn, mən 71-77-ci ildə Bakıda olmuşam. Zətdə Sumqayıtda texnologiya texnikum qutardım. Maliyyə kredi texnikumda 3-4 ay oxudum. Gəldim, dedim, instituta girə bilmədim. Dedim, yox, əskər gedirəm. Bakı nəsə mənim başıma girmədi. O vaxt mən bəlkə də 2 dənə, 3 dənə, o vaxt bizim vaxtında 3-4 min idi bir. Bakıda mənim bir daxmam da yoxdur. Mənim quruqumun hamısı köçüb gedib Bakıya. Bakıda mənim heç evim yoxdur. Balalarım hamısı Bakıdəsə başıma girmədi. İndi də bu vaxtında da yerimi, yurdumu dəyişmə, o dünyanı gözləyirik. Yəqin sizin də yadınıza gələr də, mən indi lap o vaxtı orta məktəbdə oxuyurdum. Məsələn, bizim bu Göylər kəndinin küçəsi ilə bu tərəfdən o tərəfə getmək mümkün deyildi. O qədər adam sıxıdır ki, o qədər əsas küçədə də. Maşın keçib gedərdi. Dərdimə dərd gətirdiniz. Mən ümumiyyətlə nətər deyim, Yenikətdir bizim kəndimiz. Ancaq mən elə bəzi uşaqlarımıza da yazılıb Göylər kəndində, anadan olma Göylər kəndi yazılıb. Mən elə özüm
Göylər kəndi kimi hiss eləyirəm da. Çünki 10 illik orada qurtarmışam. Hardasa bir 6-7 il adı nətər deyim, ekonomisidən idarə müdirinə qədər göylərdə işləmişəm. Bütün cəmaət məni tanıyır. İndi yadıma düşdükcə belə kədərlənsiz neçə minlərlə insanlar gözümün qabağında hamısı dünyasını dəyişib. Bütün dünyasını dəyişənlərə Allah rəhmət eləsin. Çox göylərdə çox belə məşhur mərdiyana kişilər var idi.